arkadaşlar. Şimdi arkadaşlar bu sayfada esasen birim ve sabit fonksiyon. Şimdi o bir sayfalarda da video seçimi ile yarıyor. Birinci sualda nedir? Birim fonksiyondur. Birim fonksiyon ne dedi uşaqlar? Fx beraberdir x olmalıdır. Yani burada bu qalabilməsi üçün bu taraf tamamen a çıxıb b üstə gəl 5 nəyə getməlidir? Aşağıda 0-a getməlidir. Deməli a çıxıb b nəyə bərabərdir Kamran? -5-ə. Yani b bandı. Anlaşıldı değil mi uşaqlar? Birim fonksiyon. Geldi ikinci suala. Ne deyir? Bu da birim fonksiyondur. Birim fonksiyon yine ne deyirik? Deyirik ki fx beraberdir x kalmalıdır. Yani müəllim 2a çıx b 1'e beraber olmalıdır. 1 kalmalıdır fx beraber x. Ama bu taraf getməlidir. Yani a üstə gəl b çıxılsın 2 beraberdir 0 olmalıdır. İndi bunun için ne olur uşaqlar? Bunun için A üstə gəl B bərabərdir 2 olur. Yəni buranı götürdüm, 2-ni atdım o tərəfə. Tərəf tərəfə toplayanda 3A bərabərdir 3-ə. A niyə bərabərdir? 1-ə. A da 1 olanda ay uşaqlar, burada yerinə qoyanda B də nə olur? 1 olur. Yəni 1-ə 1-ə vuranda C bəndi nə elədi? 1 elədi. Anlamayan var mı buraya kimi? Kamran, Cavanşir, Süleyman? Aydındır. Hı -hı. Yenə birim fonksiyon. Anladım. Birim fonksiyon yenə nə olmalıdır uşaqlar? Fx bərabərdir x olmalıdır. Tamam, bu getməlidir. Bu getməsi üçün a çıx 4 nə olmalıdır? Aşağıda 0 olmalıdır. A da bərabər niyə 4-ə? X-in əmsalı 1-ə bərabər olmalıdır. Yəni b üstə gəl 1 bərabərdir 1 olmalıdır. B bərabərdir 0-a. C çıx 1 bərabərdir 0 olmalıdır. Çünki bu da getməlidir ki fx bərabər x. C də bərabərdir 1-ə. Всё. A nədir? 4. B nədir? 0. C nədir? 1. Elədi nə? 5, yəni 5. Bakın gördün inşallah. Görün kim var anlamadı. Dördüncü sabit fonksiyon. Ha. Hocam ne dediniz? Sabit fonksiyon fx beraberdir c'ye her hansı bir. Yani orada x'in yerinde ne olmasının ehemmiyeti yoktur. Tam getməlidir. Deməli sən getməlisən c. O zaman a çıx 3 bərabərdir 0 olur. A neye beraber olur? 3'ə. Bu gedəndə onda fx bərabərdir. A-nın yerinə 3 qoyanda 3-ün 2 gələndə nə edir? 5 edir. Fx bərabərdir 5'ə. Yani c bəndi. Davam edirəm. Mehrab başınızda yəqin ki. Bəli. Aha. Sabit fonksiyon. Yenə fx ədəd qalmalıdır. Yəni getdin. A bərabər neçə olur uşaqlar burada? 2 olur. Tamam mı? A bərabərdir 2 olur. A 2 olan kimi fx bərabərdir. 2-ni yerinə qoyanda 2-dən 4 çıxanda nə eləyir? -2 eləyir. İndi A oldu 2. Üstə gəlməsin f4 də nə olur? -2. Yəni burada f neçənin fərqi yoxdur da. O da nə olur? 0 olur. Yəni A bəndi. Nadir başlıyorsan da yəqin ki. Bəli. Yenə sabit fonksiyon. 6-cı soruda sabit fonksiyon, yəni getməlidirlər. A bərabərdir 2-yə. B nəyə bərabərdir? 3-ə. Yəni fx bərabər 4 qalır. 2-nin isə 3 gələndə bizim kətdə nə eləyir? 5 eləyir. Davam edirəm uşaqlar. 7-ci sual deyir sabit fonksiyondur. Aha, bunun kuralını bir önce demədim mən sizə. Deməli ax üstə gəl b, cx üstə gəlinsin d şəklində olan fonksiyonun sabit olması üçün ad bərabərdir bc olmalıdır çocuklar. Yani hocam 3 vurulsun 2 bərabər olmalıdır. 2n vurulsun nəyə? 1'ə. 2'lər getdilər n bərabər neçə? 3'ə. Yani C bəndi. Cavanşir başladın mı? Süleyman başladınız mı? Bəli. Ferman. İndi burada biraz məntiqi gediş var. Yəni sabit fonksiyon elə bir hale getirmemiz lazım ki uşaqlar. Neynəsin? Eləyən var mı heç bunu başım? Öncelikli olarak ikini çölə çıxardacaqsınız. De Cavanşir necə eləyərik? İkini çölə çıxartdım. O zaman M2 olmalıdır ki, düzdür mü uşaqlar? M2 olmalıdır ki, bunlar getsinlər, yəni tamamen oktavoydan
bərabərdir 2-də 1 olsun ki, funksiyanı çevirsin, yəni sabit funksiyon olsun, ya da o zaman m nə olur uşaqlar? 2 olur. Belə eləmişdinizsə Cavanşir yəqin ki, Nadir. Bəli, müəllim.